Herkese salamlar dostlar. Bu günler yeni bir video ile karşınızdayım. İlk dəfə belə bir səsli video atacağım, yani o da necə deyim? Videonun konsepti biraz fərqlidir. Bu günləri iki hesabdan efsanevi star hediyəsi atacağıq. Bilirsiniz bu haberlər bölümündə oyuna belə bir etkinlik gəlir. Belə bir ki, ustalıq kastıqca sizə hədiyyələr verir. Biz də yəni ümumi Brawl Stars olaraq 350 milyar ustalıq puanı kasmışıq. Ona görə yəni marketə efsanevi star hədiyəsi gəlib. İndi bunu açandan sonra yan hesabda da birini açacağım dostlar. İndi başlayaq, görək nə çıxacaq. Haydi açdıq. Oha, Meg! Oha! Efsanevi star hediyəsindən efsanevi karakter çıxdı. Oha, oha. Dostlar, indi bir dəqiqə gözləyin, mən yan hesaba keçim, gəlirim. Hə, dostlar, keçdim yan hesaba, indi gəlirik buradan marketə. İlk öncə bir dəqiqə bunları tez yığım. Aha, keçin indi buradan marketə. Oo, 10 star hediyəsi də var burada. İlk öncə onda bunu açaq. İnşallah yaxşı bir şey verər. Birincidən heç nə çıxmadı. İkinci də ender. Üçüncü də ender. Dördüncü də ender. Süpersel, yəni artıq bir şeylər vermir. Süper ender. Aa, belə şey olmaz. Gizemli. Hadi efsanevi, yox, gizemli də yaxşıdır. Süper ender. Gizemli. Aa, ancaq emoji verdi. Nəysə, heç bir şey olmaz. İndi efsanevi star hediyəsi açıram. Görək nə çıxacaq dostlar. 3, 2, 1 bastım. Aga be, buradan kostüm çıxdı. Bu mənim öz hesabımda da yəni istifadə elədim kostümdən, amma yəni süper enderdir. Digər hesabda çıxan şey daha yaxşıdır, yəni. Çıxan kostüm göstərmir. Hə, budur. Bu arada dostlar, sizdən bir şey istəyəcəm. Yəni 16500 kupon var. Əgər yəni kalan açıb oyuncuya ehtiyacı olan biri varsa, yəni videonun yorumlarına yaza bilər kulübün etiketini, yəni girə bilərəm o kulübə. Yəni belə kulüb axtarım özüm. Bir vaxt var, o vaxt gələndən sonra özüm də kulüb quracağım. Hələ ki gözləyirəm. Bu arada videoya like atıb abunə olmağı unutmayın. Görüşərik digər videolarda. Sağ olun, salamat qalın.